Mənə Allah insana lazım olan hər şeyi verib, hər şeyi verir. Yəni, əgər imkansızsansa, kasıbsansa özünü sıxma. Beynin, zəkan yerindədirsə, demək Allah sənə hər şeyi verib və inşallah hər şeyin olacaq. Amma mən niyə avanturalara əl atıram, nəysə bir hadisələr yaradıram və yaxud da ki, hansısa bir əşyanı alıram? Çünki mən beynim işlətməyi sevirəm. Beyin acdır. Beyin müxtəlifliyi sevir. Eyni olan günləri, beyin bir gün kimi qəbul edir. Beyin ona resurs ayırmır. Sən ona bu gündə hadisə baş vermədisə, başın işlətməyə vasitə olmadısa, yəni bu günləri mən mexanika velosiped sürürəm, sabah elektro velo sürürəm. Yəni o birisi gün başqa, məsələn üçün deltaplanla uçuram. Beyin işləməlidir. Məsələn, adi barmaqlarımın hərəkəti, motorika, ruh beyni inkişaf elətdirir. Və bu xalq düşünməyi sevən xalqdır. Bu xalqın sadəcə lazımdır düşünməyə vaxtı olsun. Bu xalq şahmat üzrə FIDE reytingində 6-cı, 7-ci yerlərdədir. Bu qədər düşünməyə qorxmayın.